qarşı ədalətli davranırammı? Bu qərar onun inkişafına zərər verə bilərmi? Müəllim adına layiq ola bilərəmmi? Bilər. Aha. Və vicdan müəllimin daxili nəzarət mexanizmi kimi çıxış edir və onun davranışlarını tənzimləyir. Pedaqoji vicdanın əsas xüsusiyyətlərindən biri özünü qiymətləndirmə. Müəllim öz davranışını daim analiz edir, səhvlərini görür və onları düzəltməyə çalışır. Ədalət hissi, bu hansı hissi qiymətləndirmədə və münasibətdə qərərsizlik, favoritliyə yol verməmək pedaqoji vicdanın təzahürüdür. Məsuliyyət duyğusu. Müəllim anlayır ki, hər bir sözü və davranışı şagirdin psixologiyasına və gələcəyinə təsir edə bilər. Səmimilik və dürüstlük. Vicdanlı müəllim bilməlidir ki, o etiraf etməlidir. Səhv etdikdə üzr istəməyi bacarmalıdır. Şagirdin etibarını sarsıtmır. Pedaqoji vicdanın təlim-tərbiyədə rolu. Pedaqoji vicdanı güclü olan müəllim hansı müəllimdir? O, cəza ilə yox, tərbiyə ilə təsir edir. Şagirdi qorxutmur, anlayır. Problemi davranış səviyyəsində həll edir. Belə müəllim sinifdə etik və psixoloji təhlükəsiz mühiti yaradır. Pedaqoji vicdan da digər etik kateqoriyalarda hansılardır? Bu pedaqoji borcla, məsuliyyətlə, ədalətlə, humanizmlə sıx bağlı olur və onlar onu tamamlayır. Pedaqoji məsuliyyət. Bu, deməli, müəllimin sözlərinin və hərəkətlərinin şagirdin taleyinə təsir etdiyini dərk etməlidir. Yəni, davranışına cavabdeh olmalıdır, qərarlarının nəticəsini düşünməlidir, etinasızlığa yol verməməlidir. Pedaqoji məsuliyyət müəllim verdiyi qərarların, dediyi sözlərin və göstərdiyi münasibətlərin şagirdin inkişafına təsir etdiyini dərk etməsidir. Müəllim anlayır ki, onun davranışı yalnız bugünü deyil, şagirdin gələcəyi də bununla formalaşır. Məsuliyyətli müəllim dərsə ciddi hazırlaşır, qiymətləndirmədə diqqətli olur, emosional qərarlar vermir, şagirdə zərər verə biləcək davranışlardan istifadə etmir. Pedaqoji ədalət. Bu, şagirdlərlə bərabər və obyektiv yanaşmadır. Burada qiymətləndirmədə qərərsizlik, favoritliyin olmaması, qaydalara hamı üçün eyni əməl olunması. Pedaqoji ədalət müəllimin bütün şagirdlərə bərabər, obyektiv və qərəzsiz yanaşmasıdır. Burada əsas prinsip şəxsi münasibətləri peşəkar qərarla qatmamaqdır. Ədalətli müəllim favoritliyə yol vermir. Qiymətləndirmədə bilik və bacarıqlara əsas fikir verir. Qaydaları hamı üçün eyni tətbiq edir. Ədalət müəllimə olan etibarı möhkəmləndirir. Pedaqoji hörmət. Şagirdin şəxsiyyətinə və ləyaqətinə dəyər verməkdir. Onu alçaltmamaqdır. Fikirlərini dinləmək, yaş və fərd xüsusiyyətlərinə nəzərə almaqdır. Yəni, biz bilirik ki, fiziki cəhətdən hər cürə uşaqlar olur. Yəni, bunu biz geri anlayaq. Pedaqoji hörmət şagirdin şəxsiyyəti kimi qəbul edilməsi, onun ləyaqətinə və hüquqlarına dəyər verilməsidir. Hörmət təkcə münasibətdə deyil, danışıq tərzində və davranışda da özünü göstərir. Pedaqoji ləyaqət və nüfuzdan biz danışsaq, burada gərək müəllimin cəmiyyət və şagirdlər qarşısında mənəvi mövqeyindən danışaq. Yəni, davranışla hörmət qazanmaq, peşəyə zərər gətirməmək, müəllim adını qorumaq. Yəni, burada pedaqoji ləyaqət müəllimin öz peşəsinə verdiyi dəyərdir. Nüfuz isə bu dəyərin cəmiyyət və şagirdlər tərəfindən tanınmasıdır. Nüfuzu qorxu ilə xeyr, yox, hörmətlə
biz onu formalaşdırmalıyıq. Pedaqoji taktdan danışsaq, pedaqoji takt müəllimin çətin vəziyyətlərdə onu yerində ölçülü və etik davranmaq bacarığıdır. Bu nəyi, nə vaxt və necə deməyi bilməyi tələb edir. Taktlı müəllim hansı müəllimdir? Yəni tənqidi təhqirə çevirmir, emosiyalara qapılmır, vəziyyətə uyğun reaksiya verir və pedaqoji takt müəllimin peşə mədəniyyətinin göstəricisidir. Pedaqoji empatiya və humanizmlə danışsaq, bu hansıdır? Yəni, biz gərək şagirdi anlamağı bacaraq. Onun daxili dünyasına hörmətlə yanaşmalıyıq. Şagirdin hisslərini nəzərə almaq, onun şəxsiyyət kimi qəbul etmək, humanist münasibət qurmaq. Pedaqoji empatiya və humanizmdə biz gərək şagirdi anlamağa çalışaq. Humanizm isə ona insan kimi dəyər verməyimizdir bizim. Bu yanaşma şagirdi obyekt deyil, şəxsiyyət kimi qəbul etməyə əsaslanır. Empatiya və humanistli müəllim o davranışın səbəbini axtarır, şagirdin hisslərini nəzərə alır, cəza yox, tərbiyə yolu ilə seçir. Və bu yanaşma şagirdin emosional təhlükəsizliyini təmin edir. Məxfilik və etik məsafə. Bu, müəllim-şagird münasibətlərində peşəkar sərhədlərin qorunmasıdır. Şəxsi məlumatların gizli saxlanması, həddindən artıq yaxınlığın qarşısını almaqdır. Burada pedaqoji etikanın kateqoriyaların müəllimi hansıdır? Yalnız bilik verən yox, şəxsiyyət formalaşdırandır, məsuliyyət və etibarlı insandır. Məxfilik şagirdin şəxsi məlumatlarının qorunması, etik məsafə və müəllim-şagird münasibətlərində sağlam peşəkar sərhədlərin saxlanılmasıdır. Bu prinsip etibarın qorunmasına, istifadənin qarşısının alınmasına, müəllimin obyektivliyinə xidmət edir. Müəllim nə çox uzaq, nə də həddindən artıq yaxın olmalıdır. Burada bu pedaqoji etikaya əməl edən müəllim yalnız bilik vermir, o insan yetişdirir və pedaqoji etikaya zidd davranışlar bu şagirdi alçaltmaq və ya ələ salmaq, subyektiv qiymətləndirmə, aqressiv və emosional davranış, şəxsi problemləri dərsə daşımaq, pedaqoji etika müəllimin peşəkar simasını formalaşdırır. Etik davranan müəllim sinifdə etibarlı, təhlükəsiz və inkişaf etdirici mühit yaradır. Və bu təlim nəticələri həm şagirdlər üçün, həm təlim nəticələri üçün şəxsiyyət formalaşmasını gücləndirir. İndi keçək müəllim davranışının əsas prinsiplərindən danışaq. Bunlar da bölünür: hörmət və ədalət, məsuliyyət və nümunə olmaq, səbir və empatiya, peşəkar ünsiyyət və məxfilik və etik məsafə. Hörmət, ədalətdən danışsaq, burada biz hər bir şagirdə fərdi yanaşma, ayrı seçkilinin yol verilməzliyindən danışırıq. Burada məsuliyyətli və nümunəli olmaq, müəllim davranışı da ilə örnək olmaqdır. Burada müəllim davranışı necə örnək olur? Yəni, müəllim necə dərs aparır, necə danışır, şagirdə münasibəti və burada vaxtında dərsə gəlmək, müəllim necə dərsə hazırlaşıb. Yəni, özü nümunə olaraq, özünü nümunə kimi təqdim edəndən sonra, o uşaqlardan sonra özü tələb edə bilər ki, biz belə bir komandayıq və biz gərək hamımız bir işləyək və işlərimiz düz olsun. Səbir və empatiyadan danışsaq, burada şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini nəzərə almalıyıq
və səhvlərə anlayışla yanaşmalıyıq. Uşaqlar indiki zamanda özünüz bilirsiniz ki, hər bir şagird, bu hər zaman olub. Bugünkü zamanda biraz çətinləşib. Niyə? Ona görə ki, ailələr çox müxtəlif olublar. Yəni, əvvəllər hansı bir prinsipə uyğun ailələr qorunub saxlanırdılar. Amma indi biraz başqadır. Və hər bir şagird ailəsinin güzgüsüdür. Və o ailəsini bizə təqdim edir məktəbdə və biz çalışmalıyıq ki, o uşağı düz başa düşək, düz onu qəbul edək və ona düz istiqamət göstərək. Çalışaq ki, amma bunu tək şagirdlə yox, valideyni də cəlb etməliyik biz. Və burada səbir və empatiya, şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini əlbəttə biz nəzərə almalıyıq. Səhvlərinə biz anlayışla yanaşmalıyıq. Peşəkar ünsiyyət burada, yəni sakit, nəzakətli və açıq ünsiyyətdir. Təhqir, qışqırıq və hədənin yol verilməzliyidir. Burada şagird özünü dərsdə necə aparır, yəni o istədiyini tələb edir, evdə öyrəşib ki, o nə istədi, ona verirlər, elə bilir ki, məktəbdə də özünü elə aparmalıdır. Xeyr, şagirdə başa salınmalıdır ki, məktəbdə və evdə də əlbəttə bu təkrar olunmazdır. Qışqırıq, təhqir, hədənin yol verilməzdir, hədə. Məxfilik və etika məsafəsindən biz danışsaq, burada biz geriyə deyək ki, şagirdin şəxsi məlumatlarını qorumağı bacarmalıyıq. Həddən artıq yaxın və ya rəsmi olmayan münasibətlərdən çəkinməliyik. Burada hansıdır? Yəni, pedaqoji etikaya zidd olan davranışlar, şagirdi, yenə deyək ki, alçaltmaq olmaz və ya ələ salmaq, subyektiv qiymətləndirmədir, aqressiv və emosional davranışdır, şəxsi problemləri dərsə daşımaq. Yəni, bunlar qeyri-mümkündür. Pedaqoji etika müəllimin peşəkar simasını formalaşdırır. Etik davranan müəllim sinifdə etibarlı, təhlükəsiz və inkişaf etdirici mühit yaradır. Bu isə həm təlim nəticələri, həm də ki, şagirdlərin şəxsiyyəti kimi formalaşmasını gücləndirir. Burada mən belə bir cədvəl yaratmışam ki, pedaqoji etika və müəllim davranışın müqayisəsi. Yəni, müqayisə meyarları, mahiyyəti. Pedaqoji etikada müəllimin peşə fəaliyyəti üçün əxlaqi norma və prinsipləri sistemi, müəllimin bu prinsiplərin deməli, bu prinsiplərin fəaliyyətdə tətbiq etməyidir. Xarakter, nəzəri və normativ, praktik və real. Yəni, bunlar harda, necə istifadə olunur? Əsas suallar. Əsas suallarda pedaqoji etikada biz fikirləşərik, deyərik ki, burada necə davranmaq lazımdır? Amma müəllim davranışında isə müəllim necə davranır? Forması, dəyərlər, qaydalar, etik kateqoriyalara nəzarət etmək. Müəllim davranışında isə konkret hərəkət, münasibət saxlamaq. İstiqamətdə davranış üçün çərçivə və ölçü yaradılmalıdır. Müəllim davranışında isə etik çərçivələr həyata keçirməlidir. Bu tərkibinə daxil olan hansıdır? Bu borcdur, vicdan, ədalət, məsuliyyət. Amma müəllim davranışında bu danışıq tərzi, qərarlar, reaksiyalar, münasibət. Görünmə forması daha çox daxili mənəvi mövqe. Xarici müşahidə olunan bu anlayış təsir sahəsində müəllimin düşüncə və mövqeyini formalaşdırır. Burada şagirdlərin psixologiyasının, sinif mühitinin birbaşa təsirini bu göstərir. Əlaqəsi davranışın əsasını qoyur. Burada etikanın nəticəsidir və rolu nədədir? Bu müəllimi peşəkar və etik çərçivədə saxlayır. Müəllimi real,
pedaqoji nümunəvi seçir və göstərir. Nəticədə onu deyərdim ki, hörmət və ədalət, deməli, insanlar nəticədə pedaqoji etika və düzgün müəllim davranışı təhlili keyfiyyətini yüksəldir. Müəllim nüfuzunu möhkəmləndirir. Cəmiyyət üçün məsuliyyətli, əxlaqlı və müstəqil düşünən şəxsiyyətlərin formalaşmasına zəmin yaradır. Və sonda mən qeyd etmək istəyərdim ki, burada yekunda pedaqoji etikanı biz desək, bu müəllimin mənəvi kompasıdır və müəllimin davranışı isə bu kompasla atılan real addımlardır. Nəticədə bu pedaqoji etika və düzgün müəllim davranışı təhsilin keyfiyyətini yüksəldir, müəllim nüfuzunu möhkəmləndirir və cəmiyyət üçün məsuliyyətli, əxlaqlı və müstəqil düşünən şəxsiyyətlərin formalaşmasına zəmin yaradır. Pedaqoji etika müəllimdən ədalətli, məsuliyyətli, səbirli və empatik olmağı, peşəkar ünsiyyət qurmağı, məxfillik və etik məsafəni qorumağı tələb edir. Bu prinsiplərə əməl edən müəllim sinifdə etibarlı, təhlükəsiz və sağlam psixoloji mühit yaratmalıdır. Belə mühitdə şagirdlər özlərini dəyərli hiss edirlər, səhv etməkdən qorxmurlar və öyrənməyə daha fəal şəkildə qoşulurlar. Bu təlimimlə, bu sözümlə mən bugünkü təlimi bitirdim. Buyurun, suallarınızı verin. Peki chatda nəsə yazmısınız? Baxın. Xeyr, siz chatda da qeyd edə bilərsiniz. Yəni mən o müəllim davranışında o hörmət, ədalət, onları da hələ sadalamaq olar. Onların da haqqında çoxlu mühazirələr aparmaq olar. Sadəcə vaxtınızı çoxalmamaq üçün, yəni kimsə maraqlansa, ona əlavə mən sonra keçirdə bilərəm. Yoxsa o heç bir saatla da bitmir. Bax belə. Sözə bir dəqiqə. Bilirsiniz, biz müəllimlər, biz elə insanıq ki, biz həm evdə, həm işdə hər işimizi bacarmalıyıq və burada yazılıb, bəs şagird çox etikasız və sözə baxmayındısa, onda müəllim necə davranmalıdır? Sinifdə olur belə şagirdlər və mən çox vaxtı çalışıram ki, o şagirdlə təklikdə danışım, valideyni ilə də danışıram, amma sonra təklikdə də danışıram ki, sən necə düşünürsən, sən özünü belə aparmaqla yaxşıdır. Mən çalışıram ki, o başa düşsün, o özünü düz aparır ya yox. Biz çoxlu söhbətlər aparırıq və mən o uşaqları dərs zamanı monoton dərs keçməmək üçün sizə deyim ki, mən həm ibtidai sinif müəllimiyəm. Yəni çalışıram uşaqlar dincəlsin dərs zamanı. Orada bizdə bir 3 dəqiqə, ən çoxu 5 dəqiqə biz fiskult minutka deyirlər də, idman kimi keçirik ya da neyrogimnastika keçirik. Onda uşaqlar dincəlir, o şuluq uşaqda enerjisini necəsə istifadə edir. Onda sakit, rahat oturur dərsdə. Burada suallar var. Mən bir-bir oxuyayım, sonra əl qaldıranları da soruşacağım.
Salam, təşəkkür edirəm. Şəxsi arasında necə balans saxlamalıdır? Şəxsi həyat. Bilirsiniz, siz gərək həyat necə planlaşdırmağı bacarmalısınız. Yəni ki, e, bu vaxt, bu zaman mən iş görəcəm. Gəzintiniz varsa, yəni siz gedin, gəzin, dincəlin. Amma bilin ki, işinizi də keçirtməlisiniz. O balansı saxlamaq biraz təzə yeni müəllimlərə bir dənə çətin olur. Sonra insan öyrəşir. Siz hər dəfə o planları qura bilsəniz, özünüz elə eləsəniz ki, evdə çətindirsə, onda qalın məktəbdə biraz işlərinizi görün, sonra gəlin evə. Elə momentlər də olur həyatda, məndə də olub. Yəni ki, evdə görürsüz ki, imkan olmur. Gərək onu eləyəsən, bunu eləyəsən, kimisə qarşılayasan. Onda siz çalışın, işdə o boş dərsləriniz olur sizin. O zaman öz işlərinizi görün. Onda siz öyrəşəcəksiniz. Müəllim peşəkar və şəxsi, hə, buna cavab verdim. Bir dəqiqə, eyni sual təkrarlanır. Mən müsabiqəyə hazırlaşıram, bağça müəlliminəm. Nə məsləhətlər verə bilərsiniz mənə? Məsləhətlər çoxdur. Sizi nə maraqlandırır, siz mənə şəxsiyə də yaza bilərsiniz. Biz sizinlə söhbət də edə bilərik. Böyük məmnuniyyətlə mən sizə məsləhətlər verərəm. Siz də çox sağ olun. Təşəkkür edirəm ki, daxil olmusunuz. Kim əlini qaldırıb, buyurun, sualınızı gözləyirəm. Bu yazılan bütün suallara mən cavab verdim. Burada Samsung SM əl qaldırmışsınız. Buyurun. Aha. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm ki, siz vaxtınızı ayırdınız, dinlədiniz və əlavə etmək istəyirəm ki, müəllim hər şagirdin yaşına uyğun ona yanaşmalıdır. Yəni müəllim tək müəllim yox, o psixoloq da olur. Yəni biz gərək daim öyrənək. Bir öz sirrimlə bölüşüm sizlə. Mən birinci sinifi qəbul edəndə mən daim yoxlayıram ki, anket doldurdururam, suallar yazıram və deməli dərslərdən bir 10 gün əvvəl valideynlərlə görüşürəm və o anketi paylayıram və onlar bilir ki, o ancaq məxfidir. Yəni o anketi heç kəs oxumayacaq. Orada mən hər cürə suallar verirəm, xahiş edirəm. Uşağın ərköyünlüyündən, xəstəliyindən, nadincliyindən, sonra hər bir olur da cəhətlər. Onu orada sadalasınlar, yazsınlar, utanmadan. Ne üçün? Sonra nə xoşlayır, şirni xoşlayır, nə xəmirli xörək xoşlayır, yəni meyvə xoşlayır, hansı meyvələri. Yəni onları mən analiz edirəm. Artıq mən neçə ildir ki, 30 ildən artıqdır mən ibtidai müəllim işləyirəm. Ona görə mən bunları özüm tətbiq etmişdim və o mənə çox kömək edir. Sonra o anketləri mən öyrənirəm, uşaqlara baxıram və deyim sizə ki, astrologiyaya da fikir verirəm, ilinə də fikir verirəm və onda mən hər birinə fərdi yanaşa bilirəm və onda o öz keyfiyyətini göstərir sizə deyim ki, yəni uşaqlarla həm də mülayim də olmaq lazımdır, amma o şagird bilməlidir ki, orada sərhəd var. Onu da bilir və onda uşaqlar o komanda kimi öyrəşirlər. Necə onlar idmana getmir, onlara məşqçi komanda verir, öyrədir. Sinifdə də bu məktəb məşqidir. Yəni onlar bilir ki, harda sakit qalmaq lazımdır, əl qaldırıldı, sakitdir.
Müəllim dayanıb baxırsa, deməli nəsə gözləyir, nəsə xoşuna gəlmir. Yəni bunları uşaqlar əvvəldən öyrəşirlər və onu davam edirsiniz, elə də gedir. Axşamınız xeyir. Çox vaxt tələbələr evdə olan problemlərə görə çox vaxt o qapanmaq, bilirsiniz, o qorxu hissindən yaranır. Sizə onu Yine deyim ki, kısaldı bunun sesi. o qorxu hissindən yarananda onda geri fikir verəsiniz ki, o problem nədədir? Nədən o qapanır özünə? Orada çox problemlər ola bilər. Ona fikir vermək lazımdır. Və e, valideynlə də danışmaq lazımdır. Mən daim valideynlərə deyə bilərəm ki, mən sizin uşağınızla 4 iləm, amma siz ömür boyu onunla yaşayacaqsınız. Mən sizə bu 4 ildə nəsə kömək edə bilərəmsə, onu qəbul edin. Gəlin birgə fikirləşək ki, uşağın gələcəyi yaxşı olsun. Yəni o həm psixoloji, həm də ki, özünə inamı olsun ki, o həyatda yaxşı yaşasın, böyük, yüksək nailiyyətlərə nail olsun. Yəni bunlara fikir vermək lazımdır. Uğurlu iş həyatım var, biznes sahəsində çalışıram. Pedaqoqiyum. O sizə lazımdır ki, o liderlik deməli təlimlərə qoşulasınız. Orada özünə sonra inam belə təlimlərə qoşulasınız və elə kitablar da var sizə deyim. Onları oxuyarsınız, o sizə kömək edəcək. Onu mən deyə bilərəm. Yəni İnsan gərək əvvəl öz üzərində işləsin. Kiminlə işləmək üçün? Yəni biz öz üzərimizdə daim işləməliyik. Müəllim də ki, daim işləyir. Həm öyrənir, həm öyrədir. Ona görə o sizə çox kömək edəcək. İndi çox uşaqlarda həvəs yoxdur və sizə deyim ki, çox valideyn indi fikirləşir ki, mən uşağımı niyə incitməliyəm? Mən niyə onu məcbur etməliyəm? E, Amma mən günahı valideynlərdə görürəm. Nə üçün? Bir müəllim kimi yox, bir valideyn kimi də deyirəm, bir nənə kimi də deyirəm. Yəni ki, uşağı cəlb etməsən, biz böyüyük. Biz o uşağı şirin dillə cəlb edib oxutdura da bilərik. Onunla şəkil çəkən zaman biz onu öyrədə də bilərik. O zaman riyaziyyatı da öyrədə bilərik. O zaman şeir də öyrənə bilərik. Ona görə ondan istifadə etmək lazımdır. Ən əsas o böyük valideyn özü istəsin. Çox üzr istəyirəm. Telefonlar çox insanların vaxtını alır. Seriallar vaxtını alır. Amma siz uşağınızın gələcəyi üçün siz onu 5-ci sinifə qədər eləyirsiniz ən çoxu. Elə uşaq var ki, 1-2-ci sinif edirsiniz, sonra o özü sərbəst işləyir, oxuyur. Bax siz əvvəlini etsəniz, görəcəksiniz ki, o uşaq özü də həvəsi yaranacaq oxumağa. Həvəsli oxuyacaq və sabah böyük bir insan olacaq, alim olacaq. Ona görə valideyndir. Valideynə lazımdır onu düz istiqamətləndirmək. Birinci sinif şagirdi üçün hansı üsuldan istifadə edim ki, şagirdlərin hamısı üzünə sərbəst oxusun? Oxumağa görə uşaq hərfləri bilməlidir. Hərfləri biləndən sonra o ki, hecaları oxuya bilir və oradan siz onu musiqi ilə də oxutdura bilərsiniz. Yəni həvəsi olsun. Sonra vaxt qoyursunuz ki, uşaq darıxmasın. Hələ oxumaqla uşağı cəlb edəcəksiniz. Ağlayan uşaq. Siz soruşun da o uşaq niyə ağlayır? Maraqlanın.
soruşun ki, o uşaq niyə ağlayır? Mənim də elə şagirdlərim olub ki, sentyabrın əvvəli gələndə dərsə birinci sinifdə ağlayıb, amma sonra sakitləşib. Birinci onu öyrənmək lazımdır və uşağı məcbur etməmək. Nə qədər onu məcbur etsəniz, o elə ağlayacaq. O nifrət eləyəcək məktəbə. O istəməyəcək gəlməyə. Ya məktəbə hazırlıq, nə? Mənim elə şagirdim var idi o hazırlıqda. O deyirdi ki, mən oxumaq istəmirəm. Deyirəm, oxuma, oxuma. Amma kim olmaq istəyirsən? Aşbaz. Sən bilirsən ki, sən aşbaz olmaq üçün sən reseptlər yazacaqsan, bəs onu necə yazacaqsan sən oxumasan? Gəl görək burada bu hərfi bilsən, sən onu nəsə yaza biləcəksən. İndi sup sözü yaz, indi çay sözü yaz. Bax hələ uşaqla ancaq oynamaqla. Biz böyüklərin əlində çox bilirsiniz məqamlar var ki, biz onu istifadə edə bilərik. Bizim istəyimizdən çox şey asılıdır. Biz istəyiriksə uşağı öyrətmək, biz qabıqdan da çıxacağıq, onu öyrədəcəyik. Amma səbr də lazımdır və ən birinci istək lazımdır. Salam Sevinç Anasını xanım. istəyir. Anasını, bəli, Kamil bəy, siz deyirdiniz nəsə? Ya kim idi? Mən idim. Bəli, Mənim bir sualım olacaq. İlk buyurun. öncəliklə özümü tanıdım. Mən Nihat Ələsgərli, Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyuram. İxtisasım isə coğrafiya müəllimliyi idi. Bəli. Ə, Əgər bayaq siz sadaladığınız etika davranış xüsusiyyətləri, bu Bəli. davranış xüsusiyyətlərini universitet müəllimləri tələbələrə uyğunlaşdıra bilər? Bilirsiniz, mən son 5 ildir müraciət eləmişəm bu ali təhsil universitetlərə ki, pedaqogikada tələbələrlə keçsinlər müxtəlif mövzular. Nə üçün? Ki, o insan ki, kim müəllim olacaq, onlara o kömək olacaq. Bilirsiniz niyə? Universitetdə ancaq nə keçirlər? Bax, sizə coğrafiyanı başa salırlar, biraz psixologiya keçirsiniz, biraz xarici dil keçirsiniz, tarix, düzdürmü? Amma tələbələrə öyrətmirlər ki, hə praktikada olsun. Praktikada gəlir, oturur, sonra dərs hazırlayır, gedir. Amma gələcək müəllim tələbə olduqca o gərək öz üzərində tələbə vaxtından işləsin. Tələbə vaxtından. Niyə? O hazırlaşmalıdır o mühitə. O heç kəs bilmir ki, biz gəlirik, əvvəldən öyrənirik də. Məndə başqa cür olmuşdu uşaqlıqdan. Mən 7-ci sinifdən məni dərsə gəlməyən müəllimlərin sinifinə daxil edirdilər. Mən gedirdim. Ona görə mən artıq öyrənmişdim. Özü çox fəaliyyətli idim, mən aktiv idim. Amma tələbələr özləri gələndə cavan müəllim o sinifə daxil olanda ona çox çətindir və ona istiqamət göstərmək lazımdır, yol göstərmək lazımdır və biz yaşlı nəsil mən həmişə hazıram, yəni ki tələbələrə kömək etmək, həmişə də demişəm və bizim məktəbə cavan müəllim daxil olanda yəni keçmiş məktəbimdə də, bugünkü gimnaziyada da, yəni kimsə təzə gələndə, yaxınlaşıb sual verəndə mən böyük həvəs, məmnuniyyətlə kömək edirəm, istiqamət göstərirəm. Yəni burada elə bir şey yoxdur. Biz gərək biliyimizlə həmişə bölüşməyə çalışaq. Yəni onu bacarmalıyıq. O başqa bacarıqdır. Və biz öyrəşmişik ki, insanı ancaq kritiki yanaşaqda sən bunu düz eləmədin. Amma birinci öyrətmək lazımdır ki, bu insan bunu düz eləsin. Bax, bugün də mən sinifimdə elan etmişəm ki, bu həftə biz bir-birimizə yaxşı sözlər deyirik, heç kəs heç kəsdən şikayət etmir. Böyüklər də belə öyrəşsə, onda həyat düzələr. Aydındır, Suallar, təşəkkür edirəm. buyurun. Burada müəllim iştirakçı burada yazmışdı, anasını istəyir. Mən cavab vermədim. Yəni anası işə gedir, qoyur, ya anası qapı arxasında
durursa, imkan varsa bir iki dəfə salın içəri, qoy anası da otursun, amma yanında yox. Yanında yox və yavaş-yavaş bir dəfə olar. Da xahiş elədik, icazə verdilər. Hə, amma sonra ana səni qapı arxasında orada gözləyəcək. Bu məktəbə hazırlıqdırsa. Amma birinci sinifdə o biləndə ki, e, anası hamını qoyublar, gediblər işə, dərsiniz qutaranda o bilməlidir də qaydadır. O qaydalara riayət etmək lazımdır. O qaydaya şagirdi öyrətmək lazımdır. Buyurun. Mənim telefonumda axırda var və o reklamda da var idi. Yəni kiminsə nəsə istəmir burada sual vermək başqa, buyurun yaza bilərsiniz. Yəni mən həmişə sizə cavab geri dönüş edərəm. Dördüncü sinif şagirdinə mən sizinlə çox razıyam. Bu testlər uşaqları çox incidir və mən deyim ki, dördüncü sinif şagirdi, oğlandı, qızdı. Yəni ki, qız uşağını oğlan. Oğlan deməli onunla maraqlanmaq lazımdır. Nə xoşuna gəlmir? Niyə oxumaq istəmir? Sonra nədən narazıdır? Bir də görürsüz deyir ki, müəllim xoşuma gəlmir. O da ola bilər çox vaxtı. E, Yəni o müəllimlə danışmaq lazımdır. Sonra e, sən bunu bacararsan. Amma mən demək yox ki, bilirsiniz biz öyrəşmişik Azərbaycan sayağı deyim də. Eləmirsən eləmə. Səndən nə olacaq? Uşağa qəti bunu demək olmaz. Yəni mən elə bilirdim ki, sən alim olacaqsan. Mən elə bilirdim. Şəkil qəşəng çəkirsən. Səndən nə yaxşı rəssam olar. Gəl, istəyirsən biraz çox rəssamlıqla məşğul ol. Musiqiyə həvəsi var, idmana həvəsi var. Oğlan uşağıdır. Sən nə yaxşı mən gördüm futbol oynayırdın. Bilirsiniz, uşağı tərifləməklə, hələ belə yox, tərifləmək. Yəni ki, onu doğrudan da bacarır. Bir də görürsüz, elementar qəşəng xətti var. Sən nə gözəl xəttin var. Sən muncuq kimi yazırsan. Sən bunu belə yazsan, bax belə. Ay, indi bu çalışmanı yazanda belə. Bilirsiniz, çoxlu söhbət eləmək lazımdır. Deyəcəksiniz ki, işimi gücümə atım edim. Bəs nə etmək olar? Bəs nə etmək olar? Bir də görürsüz, test zamanını şagird götürür, testi cırır. Neynəsin müəllim? Neynəsin? Yeni test verir. Deyir ki, sən istəyirsən ki, mənə acıqlansınlar, deyəcəklər ki, nə oldu sənə? Bir dənə şagirdlə bacarmadın, oxutdura bilmirsən onu. Sən nə müəllimsən ki, sən şagirdə öyrədə bilmirsən, bunu yaz. Deyəcəklər mənə ayıb olsun. Mən onu yox, özümə pis götürürəm. O uşaq da məni istəyirsə, o mənim xətrimə götürür, yazır. Elə şagird var ki, üçüncü sinifdə, indiyə necə sənlə danışır mənlə. Yəni ki, uşaqlar müxtəlifdir. Mən sizə deyim, uşaqlar evdə bir cür öyrəşirlər, məktəbə gəlirlər, başqa cür qaydalarla rastlaşırlar. Ona görə uşağın dilini tapmaq, onun anası və atası ilə daim danışmaq, başa salmaq. Mən burada valideynlərimdən kimsə varsa, deyə bilər ki, mən onlarla daim söhbət aparıram. Özdə təklikdə, fərdi, qrupda yox. Uşaqları təklikdə də tərifləyirəm, təklikdə də danlamaq lazımdır deyirəm. Öz oğlumdur, elə müəllimə. Başa düşürəm. Başa düşürəm, yəni onun problemini tapmaq lazımdır. Niyə o istəmir? Niyə?
Bu təzə 5-ci sinifdə oxuyur. Əvvəldən necə idi? Bilirsiniz, elədir də uşaqlar. Uşaqlar indi çox həvəssizdir. İnformasiya çoxdur. Yəni hər tərəfdən bu telefondur, oyunlardır, televizordur, planşetdir, ə, hər tərəfdən çoxdur deyə ona görə uşağı nəyəsə cəlb etmək lazımdır ki, o nəyisə istəsin. Yəni burada ona görə mən sizə məsləhət görərdim. Deyirsiniz ki, rəsmdir, musiqidir. Bax belə şeylərdən başlamaq. Sonra kitab oxumaqdan. Kitabı hə oxumaq istəmir. Yaxşı, bu gün mən səni oxuyum. Sabah sən oxu, mən ləzzət eləyir. Xoşuma gəlirsən mənim üçün kitab oxuyanda. Elə xoşum gəlir sənin səsindən. Elə yaxşı sən intonasiya ilə oxuyursan, sən o tələffüzündən, düz danışdığından. Bilirsiniz, ancaq uşağı elə də şirin dillə cəlb etmək olar. Danlamaqla o uzaqlaşacaq. Ancaq uzaqlaşacaq. Elə uşaq var idi ki, sinifdə artıq bu sinifimdə yox, başqa sinifdə. Valideyn o qədər onu danlayırdı ki, süpürgəçi olacaqsa süpürgəçi. Axırda demişdi ki, hə olacağam süpürgəçi, amma oxumayacağam. Amma ona başqa cür dil tapdıq. Siz də çox sağ olun. Buyurun sualınızı verin. Ləman xanım. Uşaqlarda indi diqqət dağınıklığı çoxdur. Həddindən artıq çoxdur. Yenə də deyirəm, o müxtəlif hallardan asılıdır. Yəni uşağın psixoloji vəziyyətindən bunu da deyim sizə. Amma uşağın çox informasiya əldə etmək istəyindən də olur. Yəni uşaqlar gərək bilirsiniz, orada oyunlar var. Mən belə oyunlar keçirdirdim. 5 dənə oyuncaq gətirirdik. Ovucumuzun içində yerləşsin o oyuncaq. O oyuncaqları düzürdüm masanın üstündə. Hamısı baxırdı, sonra gözlərimizi bağlayırdıq. Mən onların əvvəl ikisinin yerini dəyişirdim. Və kim birinci tapdı, amma sonra soruşurdum, sən necə fikirləşirdin, sən necə bilirdin? Hələ demirəm, ha, düzdür ya yox. Hərdə hələ bir-birindən soruşa-soruşa. Amma elə uşaq var ki, qorxur deməyə onu, qorxur. Yəni, o nədən gəlir? Bu uşaq evdə nəsə deyəndə, düz etməyəndə onu danlayıblar, artıq o özünə inanmır, istəmir desin. O, ona görə özünə qapanır, sıxılır, qalır. Və demək lazımdır. Sonra o 5 oyuncaq məndə 7 oyuncağı keçirdi. 9 ədədə qədər qaldırırdım onların sayını. Sonra ya da ki başqa bir oyunlar keçirdirdik. Var neurogimnastika. O həm də ki motorikanı inkişaf edir. Nöqtələr qoyuruq. İki əllə o nöqtələri işləyirlər uşaqlar. Ondan əlavə o kağız stakanlardan alıram və müxtəlif paxlalar aparıram, lobya, iki cür. Hərəsi oturur, qarşısında deməli qabdır. O oradan iki stakana onu ayırır. Bir əli ilə bir növdür, o birisi əli ilə o birisi növdür. Və sonra baxırıq hansında çaşıb. Bilirsiniz, uşaqlarla bax belə oyunlar keçirə-keçirə diqqətlərini cəlb edirəm. Bədii kitablar siz mənə yazın, telefona yaşı, baxım hansı yaş, sonra nə xoşduyur. Elə uşaq var, nağıllar xoşduyur. Elə var, uşaq şəkilli kitablar xoşduyur. Elə uşaqlar var ki, fantastikanı xoşduyurlar. Yəni onu mən sizə məsləhət görərəm.
Bəli, kitabları oxumaq üçün mən sizə bir dənə məsləhəti görərdim ki, onlara e, mən öz şagirdlərimə məsləhət görmüşəm yatmaqdan əvvəl, öncə. Əvvəl 5 dəqiqə oxuyur, elə sonra 20 dəqiqəyəcən biz onu artırırıq. Elə uşaq var ki, sonra lap 1 saat oxuyur. Yəni uşaqları elə cəlb etmək lazımdır. Yəni ki, hə, oxumaq istəmirsən, oxuma, amma o 5 dəqiqə sənə bilirsən nə yaxşı kömək edəcək. Sən sabah o 5 dəqiqə ki, evdə oxuyursan, sən gəlib burada sinifdə qəşəng onu oxuyacaqsan. Deyir ki, yenə oxumayacağam. Hə, onda gəl mənim yanımda oxu. Tənəffüsdə dayanır yanımda oxuyur. Hə, o birisi tənəffüsdə deyirəm, gəl bir də oxu. Bax hələ. O sonra özü gəlir ki, olar oxuyum. Gəl, gəl oxu. Bax hələ uşağı cəlb eləyirsiniz, o sonra öyrəşir. Deməli siz o oyuncaqlarla öyrənmək qayda vaxt qoymalısınız, zaman. Zaman qoyursunuz ki, bax bu qədər oynayırsan, sonra bu işi görürsən, sonra bu işi. Bir də sizə bir məsləhət görüm ki, indi çox mən rastlaşıram, valideynlər uşaqlarına evdə iş görməyi qoymurlar. Yəni kimsə deyir ki, qablarımı sındırır, kimsə deyir nəsə. Öyrədin, oğlandı, qızdı, iş görməyi bacarsın. Öz otağını yığışdırsın, öz çarpayısını yığışdırsın, öz paltarlarını bükməyi bacarsın. Qızlar ütüləməkdir, qab yumaqdır. E, Yəni bunlardan çəkinməyin ki, böyüyəcək, onsuz da eləyəcək. Xeyr, xeyr. Çalışın. O uşağınızı sərbəstliyə öyrədəcək. O uşaq sabah sizdə sərbəst o fikirləşməyə, qərar verməyə öyrənəcək. Bax, mən sizə belə məsləhətlər görərdim. 11 yaş nağıl istəmir. Nağıl istəməsin, siz ona başqa alın. E, cürbəcür deyim sizə, qız uşağıdırsa olur indi şəkilli kəssin, kuklaya paltarlar taxsın, ya otursun tikişlə məşğul olsun. İndi var o e, deməli tikişlər müxtəlif etmək, toxunmanı öyrədin. Yəni siz fikirləşməyin ki, ancaq dərs. Siz başqa nəyəsə maraq göstərsəniz, uşağı öyrətsəniz. Baxın biz məktəbdə oxuyanda özümüz həm idmana getmişik, həm musiqiyə getmişik, həm ay Allah dayı hara gedirdik. Həm toxumağı bacarırdıq, həm tikişi bacarırdıq. İndiki uşaqlar qayçını əlində tuta bilmir. Texnologiya dərsində mən uşaqlara kömək edirəm kağız kəsməyə. O qayçıdan istifadə eləyə bilmir. Xəttkeşi tutub özü sərbəst xətt çəkə bilmir. Bir-bir çağırıram, tuturam o xəttkeşi, biz xətt çəkirik. Dahi o sirkuli dahi demirəm mən. Amma uşaqlar ona görə ki, əllə az işləyirlər. Biz onları gərək öyrədək əllə işləməyə. Xəmir yoğurmusunuz, biraz xəmir verin, oynasın, nəsə eləsin, ya plastilindir. Onunla uşaq işləyincə o puzzle, legodur, onları yığsınlar. Lap düz də yığmır. O yığsın. Birinci dəfə lap düz olmasın. Siz tələb eləməyin. Hə, səndə bax belə alınıb. Eybi yoxdur. Amma bunu bura qoysaq sən necə fikirləşirsən? Demirsiniz, sən düz eləmədin. Yox. Onda o uşağın həvəsi ölür. O uşaq heç nə eləmək istəmir. O siz ki ona deyirsiniz ki, sən düz eləmədin, sən niyə belə elədin? O hələ həvəs olar. Ana bilirəm ki, uşaq yazır, xətti pisdir. Götürür dəftərini cırır. O düzgün deyil. Düzgün deyil. Mən uşağa deyə bilərəm ki, bax, sən gələn dəfə də belə yazsan, mənim xoşum gəlməyəcək, amma mən geri elə pis yazıya görə 2 yazım axı. Sən istəyirsən sənə 2 yazım. Deyir, yox. Deyirəm, get çalış görüm necə yazırsan. Deyə bilər mənə ki, məndə alınmır. Deyirəm, yaxşı, mən sadə karandaşla yazıram. Deyirəm, get indi onun üstündən yaz, gətir mənə göstər, gətirir. Görsən nə qəşəng, sən xəttin məndən də qəşəngdir. Gələn dəfə yazıram. Bilirsiniz, biz geri çəkinməyək, necə deyim, yol axtarmaqdan. Biz geri daim axtaraq. Daim yol axtaraq ki, bu uşağı. Amma uşağa deyəndə ki, bezdimi səndən? O uşaq dərs oxuyar, qəti oxumayacaq. Qəti. Uşaq var yaxınlaşır ki, mən bu məsələni
evdə edə bilmədim. Yaxşı. Deyirəm, bəs anadan soruşmadın? Anan mənə yazardı, mən telefonla sənə başa salardım. Deyir, anam telefonda oynayırdı. Mən o uşağa nə deyim? Nə deyim? Ona görə qoy iş görsün, çox gözəl. İş görməyi çox yaxşıdır. Mən sizə deyim, paltar yumaqdır, iş görməkdir. Onunla mən demirəm ki, bütün günü yükləyin uşağınızı ev yığışdırsın, e, xörək bişirsin ya nəsə. Uşaqla birgə salat doğradın, ona tərəvəzləri bişirin, meyvə. Yəni biz bunları sinifdə texnologiya dərsində edirik. Biz bu sendviçlər hazırlayırıq. Biz meyvədən salatlar hazırlayırıq. O çubuqlar var. O meyvələri doğrayırıq, gəlir özü yığır. O meyvə kababı yeyir uşaq. O uşağı cəlb edəcək. O uşaq elə də oyuna oynamağı istəyir. Rənglənməkdir. Rənglənmək elə şərait yaradın o uşaq çünki. O istəyir, o əlini o boyaya salsın, rəngli olsun, onu kağıza yapışdırsın, qoy eləsin. Amma biz qorxuruq. Ay, mebil ki oranlara. Siz onun üçün elə şərait yaradın. O uşaq bəs necə o böyüsün, o necə açılışsın? O necə bilsin ki, o nə istəyir? Onun nəyə bacarığı var, nəyə həvəsi var? Ancaq biz belə edə bilərik. Başqa cür olmaz. Hamısı biz böyüklərdən asılıdır, mən sizə deyim. O körpə uşaqdır, balacadır. O 5-7 yaşlı uşaqdır. Biz ona düz öyrətməsək, düz istiqamət göstərməsək, günah bizdədir. Mən həmişə deyirəm ki, sən bunu bu gün eləməsən, mən sənə bunu axıracan öyrətməsəm, sən böyüyəndə deyəcəksən ki, o nə müəllim idi ki, məni öyrətmədi. O anana deyəcəksən, sən niyə məni o müəllimin yanına apardın? Onda o uşaq hardasa fikirləşir ki, mən demirəm ki, sən bacarmısan. Mən deyirəm, mən müəllim, pis müəlliməm ki, onda sənə öyrətmədim də. Gəl bir yerdə çalışaq, gəl bir yerdə eləyək. Yəni ki, müxtəlif yollarla. Tənqid düzgün deyil, bilirsiniz. Biz çox vaxtı tənqidi birinci tuturuq da. Yəni fikirləşirik ki, gəl mən bunu tənqid, amma o tənqiddə təhqir də var. O uşağı həvəsi də öldürür. O uşaq sabah heç nə istəmir. Ona hər şey maraqsızdır. İndi çox uşaqlar sizə deyim ki, elə maraqsızdır. Mən təəccüblənirəm. Deyirəm ki, siz bilirsiniz dünya necə gözəldir. Bu var, o var, danışıram onlar üçün. Yəni həyat bilgisi zamanında bir 5 dəqiqə tapıram mövzudan qıraq nəsə film tapıb onlara YouTube-dan göstərəndə o uşağı cəlb edir. A gəl bu filmlə danışaq. Sən görmüsən? Denən evdə sənə bazar günü o filmi salsınlar, bax. Gəlin sonra burada müzakirə edək. Bax o kitabı gəlin bir yerdə oxuyaq. Ya mən oxuyuram, ya kimsə. Sən necə görə kim yaxşı oxuyacaq? Burada qiymət söhbəti aparmıram. Qiymət söhbəti. Kimin intonasiyası yaxşıdır? Kim vergül nöqtəyə yaxşı fikir verir? Yəni bilirsiniz, oyunla o onda uşaqda həvəs yaradacaq. Mən bəlkə hansısa sualları görməmişəm. Siz mənə yada salın. Buna oxu. Bədii kitab dedim sizə, yazarsınız, mən sizə məsləhət görərəm. Buyurun, sualınız varsa. Çox sağ olun Ayna xanım. Mənə də çox xoşdur. Mən həmişə sevinirəm və öz biliklərimlə, bacarıqlarımla bölüşməyi çox xoşlayıram. Telefon nömrəm var və o qrupda qeyd edərik. Atarıq ora. Və burada da var idi, dayanın, mən açım sizin üçün. Bir dəqiqə. Burada telefon əlaqə nömrələrim var.
Buyurun. Bu sonda da Instagram səhifəmdir. Başqa sualınız var? Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Minnətdaram hamınıza. Vaxtınızı ayırdınız, təlimə qoşuldunuz. Siz də sağ olun. Sualı olan yoxdursa yekunlaşdıraq. Buyurun Kəmil bəy. İştirak edən hər kəsə təşəkkür edirik. Sevinç xanım, sizə də təklifimizi qəbul edərək gəldiyiniz üçün və dəyərli Çox sağ olun. fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik. Çox sağ olun. Hər kəsə Sağ uğurlar olun. diləyirəm. Təşəkkür edirəm. Sağ olun. Gecəniz xeyrə qalsın.